Teatr. Milattan öncə 6-cı əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan teatr, tamaşa yeri deməkdir. Xorun çıxış etdiyi yer orkestr, aktyorların oynadığı yer ssenə, yəni səhnə adlanırdı. Milattan öncə 5-ci əsrin sonları, 4-cü əsrdə bütün Yunan şəhərlərində açıq havada tamaşa göstərmək üçün teatrlar tikilmişdi. Azərbaycanda isə teatr sənətinin kökləri xalqın məişəti, adət, ənənələri ilə bağlıdır. Qədim tarixə malik Novruz mərasiminə aid Kösə-Kösə oyunu teatr örnəklərimizdən biridir. Teatr tamaşasında xüsusi paltar geyinən, maska taxan aktyorlar iştirak edir.